Bir gün bir sayılı cəza çəkmə müəssisəsində Sərdar Babəyevlə görüşdüm. Yenə məlum oldu ki, Sərdar Babəyev hələ də cərimə otağındadır. Özünün bildirdiyinə görə artıq 4-cü ona karser veriblər. Hər dəfə 5 günlük, 3 günlük, 7 günlük veriblər. Bu sonuncu karser 7 günlükdür və ayın 8-i bitməyə gözlənilir. Və hər dəfə də karserdə qalma müddətini uzadanda heç bir məlumat vermirlər. Nəyə görə uzadırıq, hansı qərarla, hansı pozuntunu etmisən, yəni heç bir məlumatımız yoxdur. Bundan başqa da cərimə kamerasında olduğuna görə ailəsi ilə zəng eləyib danışa bilmir, ailə görüşün qadağan olunub, yanına azuqə aparmaq qadağan olunub və dəfələrlə mən müraciət etmişəm ki, penitensiar xidmət və yaxud da cəza çəkmə müəssisəsi məni həmin bu qərarlarla tanış etsin və yaxud da qərarların surətini mənə təqdim etsin. Amma çox təəssüf ki, bu günə qədər heç bir cavab ala bilməmişəm və həmçinin də cərimə otağında saxlanmanın qanunsuzluğu barədə Nizami rayon məhkəməsinə müraciət etmişəm. Məhkəmənin təyin olunmasını gözləyirəm.